Mən Şəmkir rayonunun Kürd qəsəbə sakini Cəfərova Gülbəniz Fərman qızı. 2 oğlum hal-hazırda həbsdədir. Böyük oğlum Cəfərov Anar 6 saylı cəza çəkmədə cəza çəkir. İkinci oğlum Cəfərov Elnar Əbülfət oğlu 15 saylı cəza çəkmədə cəza çəkir. Mənim oğlanlarımın cəza işində ən böyük rolu olan 2018-ci ildə Abiyev Zəfər Mikailoğlu Gəncə regionalda narkotik üzrə idarə rəisi işləyib 2018-ci ildə. O vaxtı nə bilim bir neçə uşaqlar tutur aparırlar. Orada üzləşmədə mənim uşağımın da adı çəkilir. Deyirlər tanıdığınızdan, bildiyinizdən kimlər var? Ad verin bizə adlar lazımdır. Bir dənə uşağımla oturduran bir həm yaşlı olan uşaq deyir, mən Elnarla oturmuşam, durmuşam, Elnarın adını verirlər. Bir gün Zəfər müəllimin əməliyyat işçiləri gəlir, 2 oğlumun ikisini də öz maşınımızda olan vaxtı mağazində olurlar. Biri çöldə maşında oturur, biri içəri gedib bazarlıq eləməyə. 2018-ci il mart ayının 31-i gün olur bu hadisə. Gəlirlər, əməliyyat işçiləri Nevanın 2-3 maşın saxlanılır. Dayanıb getməyəcəksiniz heç ara. İkisi də içəri keçir. Cəfərov Elnar, sənsənmi? Bəli, mənəm. Davay getdik. Maşına otuzdururlar, heç nə demədən. Əməliyyat işçiləri də bizim maşında da oturur. Bunları keçirirlər Nevalara, başqa maşınlara. Aparırlar, Zəfər müəllimin oturduğu, narkotik üzrə oturduğu idarənin idarəyə aparırlar. Aparanda orada mən böyük oğlumu arxa tərəfə keçirirlər, orada dayandırırlar ki, sən burada gözlə. Elnarı gətirirlər birbaşa rəisin otağına. Mənim oğlum sual verir ki, rəis, xeyir olan nə münasibətlə məni gətiribsiniz, deyir, görəcəksən, dayan. Deyir, gətirin bura. Uşaqları gətirirlər, 2 dənə uşaq gətirirlər. 2 dənə uşaq gətirirlər, deyir ki, görək, indi danış, görək, sən bunu tanıyırsanmı? Deyir, tanıyıram. Aldığım o pışqada nəşə deyilən bir şeydir, pışqa ilə götürüblər onların üstündən, deyir, bu deyir ki, mən Elnardan almışam. Elnar da deyir ki, müəllim, əgər alıblarsa, birinci mən bu uşağı tanıyıram, həm yaşadıq, bir oturmuşuq, bir durmuşuq, zamanında yemişik də, içmişik də. Amma ki, axırıncı haradasa, 2 aydan çoxdur, mənim bu adamla heç alış-verişim də yoxdur, heç əlaqəm də yoxdur. Belə deyəndə inanmırlar, oğlumun üstünə təkidinə yanaşanda, oğlum deyir ki, müəllim, əgər düzünü bilmək istəyirsənsə, heç bu Turalın tutulduğundan mənim xəbərim olmayıb. Heç nədən mənim nə xəbərim yoxdur, nə Tural adlı şəxsən mənim telefon danışığım da olmayıb. Lap telefonum da üstündədir, açıb danışıb baxa bilərsən. Amma bunun yoldaşı mənə xəbər verdi ki, ay Elnar, Turalı aparıblar. Dünəmi, sıra günü aparıblar. Deyir, dedim, mən bilmirəm, valla, mənim xəbərim yoxdur. Deyir, mənə bildirdi ki, bəs belə-belə, Turalın evdə torbada nə bilim, nəyi var. Deyir, dedim, mən bilmirəm, xanım deyib, bacı deyib, bilmirəm. Mən bilmirəm, öz işinizdir. Bunu orada fikrini çatdırır Zəfər müəllimə ki, Zəfər müəllim istəyirsən, fakt sübutuna mən deyə bilərəm ki, bax, heç bunun tutulduğundan, kimlər tutub, hara gətirib, mənim xəbərim yox. Yoldaşım zəng eləyib ki, belə-belə, Elnar, Turalı aparıblar. Onda mənə xəbər verdi ki, bəs belə-belə, Turalın da evdə belə xırda torbada nəyi var. Müəllim eşitdiniz, bildiniz, deyir, onda sən gedib, sən çıxardacaqsan. Mənim oğlum da çox təkid edir ki, mənlik deyil. Yoldaşı yanında tutub gətiribsən. Məndən qabaq gətiribsiniz. Mən də faktla danışdım, sizə xəbərdarlığı zəngi də elədim, qulağınızdan da eşitdiniz. Məni burax, mən gedim. 2 qardaş bizi yoxlayıbsınız, maşınımıza heç nə olmuyor, özümüzdə heç bir sübut çıxmayıb, qoy çıxaq gedək. Ərcəmir ki, ola bilməz, sənin əlindən çıxacaq o qadın çölə. Bunu otuzdururlar öz maşınımızda. Arxada 2 dənə əməliyyat işçiləri, ortada mənim oğlum, əl qol bağlı. Qabaqda da Zəfər müəllim, bir dənə də polis nəfəri oturur, sürür. Yolun yarısına gələndə oğlum deyir ki, bəs müəllim, mənim əli qandalı kağız qapıya geçsə, məni içəri buraxmaz. Burax sərbəst maşınımı sürüm, mən gedib onda çağıraram o qadını. Belə də inanır Zəfər müəllim, uşağı buraxır, rolunda oturur. Yol boyu da buna deyir ki, aç qulaqlarını eşit. Əgər oyan-buyan eləsən, atan anan dizin mənim yanımda olacaq. Bilirəm nələr eləyəcəm, başına hansı oyun açacam, qardaşın da əlimizdədir.
Meşo ilə bagajına qoyacağım, ən azı yükləyəcəm, bununla da ləxli gedəcəksiniz. Əlavə nələr xoşa gəlməz, təzyiqlər, uşaq çox sözünü deyir, amma bunlara çatmır. Allah'ını çağırır da, qəsəbiyə çata-çata, hadisə gecə olur. 31 Mart'ın 2018-ci ilin Mart ayının 31 gecəsindən söhbət edirəm. Hardasa saat, günüz bunlar tutur gətirirlər, vaxt çəkir, düz gecə saat 12-1 arası. Bunlar gəlir, qəsəbiyə çata-çata Allah'ı çağırır da, maşını 140'la sıxır da özünün maşından tulluyur. Bunlara heç də olmur, öz maşınımız gedir bir yerdə dayanır, sağ-salamat Çinlə bunlar çıxır, amma mənim oğlum pis gündə, başı cırılır, 12 tikiş qoyurlar, qıçası qırılır, qol, bədən, bütün əldən çıxır. Bunu götürür, aparırlar Gəncədə, 3 saylı aparırlar, orada tapşırırlar ki, biz əməliyyat vaxtı gələndə gördük bir cavan oğlana var ya, çöv. Özümüzlə götürdük, gətirdik, orada da ilkin yardım elətdirir də, evə buraxırlar mənim oğlumu birbaşa. Oradan gəlir, mənim o böyük oğluma da maşını verirlər, deyirlər, qardaşını da göt apar. O qəsəbədən tutulan uşaqları da həmən gecə ilə buraxırlar. Mənim oğlum heç özündə olmur, pis vəziyyətdə çıxır, gəlir öyə. Gəlir, sabah açılanda, ağlı üstünə gələndə götürür, bu uşaqlarla əlaqə saxlayır, zəng edir ki, nə səbəbə mənim başıma bu oyun gəldi. Onlar çox and içir, aman eləyir ki, bizdə bir şey olmadı, əl çəkmədi. Həmən rəis çox təkid elədi ki, tanıdığınız adamın adını biri verin. Biz də mən heç yox, o biri Tural adlı şəxs o verdi ki, mən bəs oturtduğum Elnar var. Bax, sənin adın belə hallandı Elnar. Daha sonrasından biz o qədər döymüşdülər ki, biz özümüzdə döylüydük ki, adam istəyirlər ki, özünə qoymağa. Bu münaqişə ilə bağlı mənim oğlumun elə bil aralarında söz-söhbət olandan sonra Zəfər müəllim bizim evə gəldi. Gəldi, çox sözdən, söhbətdən sonra başladım, onun oğlunu qucağına götürdü, dedi ki, mən sənin bugündən oğlumun kirvəsi Elnar. Hamı da səhvlik ola bilər, ola bilsin, səhvlənmişəm. Biz olduq bir ailə. O gündən 2018-ci ildən ta mənim oğlumun 2019 fevral ayının 14-də hadisə olana qədər bizim ailənin iç adamı olub. Demək olar ki, ailənin bir üzvü, bir yaxın adam, bir kirvə kimi daima gəlib, gedib. Uşağımın elə yeri gələndə, o pis günə düşdüyünə görə yeri gələndə bir neçə ay uşağımın ailəsinə də baxdı, köməklik də elədi. Kirvənəm, hər yerdə səsləndirib, kirvənəm, kirvəsiyəm, Elnar mənim kirvəmdir. Elə ki, Elnarın ailəsində ailə münaqişəsi olan zamanı bu adam başladı ikili oyun oynamağa. Mənim uşağımı gəldi, götürdü, dedi ki, ailə söhbətidir, qorxusu yoxdur, ölüm yox, itim yox, ağır travma yox, heç bir qorxulu şey yox. Mənlikdir, mən aparacam prokurorluğa. Hadisə necə olmuşdu? Ailə münaqişəsi deyəndə nəyi nəzərdə tutursunuz? Onu bir qədər izah eləyərdik də geniş. Ailə münaqişəsi deyəndə qoy sizə deyim, mənim oğlumun ailəsində həmişə dəfələrlə bunu yaşadığımız yer də bilir, tanıyan adamlar da bilir. Bunun qaynənəsi əzəl gündən razılıq vermir. Mənim oğlum o qızı istəyib ailə qurduğuna görə. Dəfələrlə söz-söhbət olub. Dəfələrlə. Hələ bir dəfə də boşatdırıb, qanuni. Boşatdırıb, sonra yenə qız gəlib barışıb. Arada 2-3 dənə uşaqlar da məhv olub. Hal-hazırda oğlumun da 2 uşağı var, bir iri qızı var, 14 yaşında. 9 yaşında oğlu var. Buna baxmayaraq, dəfələrlə qaynənə müdaxilə edir. Pastayanı ki, mən qəbul eləmirəm da, mən heç cürə qəbul eləmirəm. Sən mənim kürəkənim olmamaq şərtilə. Dəfələrlə evlərdə, evində söz-söhbət, bir gündə heç bir şey olmadan, yəni ağır bir, nətər deyimi, cəza törətməyib, ağır bir münaqişə olmayıb. Qız dəfələr ana sözündən çıxır, gedir, uşaqlar qalır bizim evdə. Uşaq gedir ki, gətirsin uşağını, uşaq ağlaşır. Gedəndə gedir ki, Nalə müəllimə çapacağı qapının arxasında qoyur, özü görür ki, Elnar orada dayanıb. İlahənin arxasından gedib. Bu da qapını açır, nəvəsini məktəbə yola salan, səhər-səhər olur, səhər saat 7-8 radələrində. Bu özünü içəri verəndə görür, çapacağı götürür ki, bu dəqiqə səni bilib, oğlum deyir, dayan, əlini saxla. Burada nə var söz-söhbət yaradırsan? Gəlmişəm, yoldaşımı aparım. Yox, bəsdir, qutardıq.
Sənlə biz qutardıq. Oradan qız da qalxır gəlir. Qız da əlində kuxnadan bıçaq götürür gəlir. Mənim oğlumun əlində də yaraları olur, bıçaq yarası. Amma müstəntiq iş aparan zaman bıçaq ortaya çıxmır. Adını da qoyurlar ki, çapacağı mənim oğlum gətirib bunları öldürməyə. Əgər ölüm var etsə, niyə ölüm olmadı? Bir, ağır travma olmayıb ki, bunların nətər deyim, xoşa gəlməz bir yerlərində yarası yox, ağır zərbəsi yox. Yüngül ekspertin rəyi də var. Yüngül xəsarət az ağır. Oğlum elə bir gəlir öyə. Onlarla dalaşdan sonra oğlum gəlir öyə. Gələndə xəbəri tutur. Zəfər müəllim ki, bəs mənim oğlumun ailəsində söz-söhbət olur. Sırazı mənə zəng elədi ki, Gülbəniz xanım, heç ara tərpənməsin Elnar. O mənim dilimə çox söz vurur. Güya mən demişəm ki, mənim oğlumu nağaraq neyniyək, nətər eləyəm. Sonradan mən Zəfər müəllimə çox şikayət eləmişəm. O öz sözünü deməkdən ötürü prokurorluğa da gedir, izahat verir ki, güya mən ona yalvarmışam ki, gəl mənim uşağıma hara lazımdır, göt apar. Amma elə olmayıb. Mənə zəng elib ki, Gülbəniz xanım, səni eşitmişəm, mənə xəbər verdilər. Qoy qalsın, uşaq gəlib özüm götürəcəm, özdə qorxulu bir şey yoxdur. Hər şey də mənlikdir. Bütün danışıqlar da var, əlimdə danışıqlar da var, sübut da var, səs yazması da var, Zəfər müəllimlə bağlı. Yəni, fakt olaraq bu adamı aparır uşağımı, yoldaşım olur, böyük oğlum olur. Ailə münaqişəsinə olan oğlumu da götürür, aparır Şəmkir rayon prokurorluğuna. Ora Azər Hətəmov, baş prokurorun yanına, birbaşa yanına qalxırlar. Yoldaşım da orada olur, böyük oğlum da, ailə münaqişəsindən olan oğlum da. Onun da yanında dəfələrlə səsləndirir ki, bu mənim kirvəm də ailə söz-söhbətdir, yüngül. Burada qorxulu bir şey yoxdur. Bu mənim kirvəmdir, buna özünüz yüngül bir şeylə bu buraxılsın. Deyir, sizin bir zənginiz də bəs eləyərdir ki, əziyyət çəkib gəlməzsiniz. Azər müəllim də belə səsləndirir. Yoldaşım gələ deyir ki, düşün aşağı mən gəlirəm. Orada tutur, öz bildiyindən 2018-də olan hadisəni də nə formada özü prokurora, nə formada çatdırır, öz əməllərini gizlədir, daha doğrusu, qoy belə deyək. Öz tutduğu işlərin hamısını örtbasır eləyir, mənim oğlumun əsası yox, ortada sübutu yox, heç nə olmadan əməliyyat işçiləri ikisini də tutur aparır, heç nə olmamış kimi də uşaqları da buraxırlar öyə. Ortada fakt heç nə yoxdur. Biz bilmirik, bu adamın məqsədi o vaxt at oynadan vaxtı, göylə gedən vaxtı, kimlərəsə arxalanır, deyir, bu boyda bura məbləğ gətirəcəm. Mənim oğlum deyir, kasıb ailədən olmuşam, atam xəstə, anam xəstə, atam Çernobıl əlli, xəstə adam, anam da evdar qadın, şəkər xəstəsi. Mənim özüm də gənc ailə, 2 körpəm, qardaşımın balası xəstə evdə. Bizdə yoxdur o dərəcədə ki, mən pul verəm çıxam. Mən nə ilə tutulsan sözünü deyil. Bu, mənim oğluma ki, çoxlu bu təkid göstərir, təzyiq göstərəndə mənim oğlum özünün maşını tuluyur. Bu acıq bu adamda qalır, kili oyun oynayır, kirvə kimi. Bir il öyümüzə girir, çıxır, hadisə gözləyən kimi ki, bir balaca hadisə olsun, bunun əlinə imkan düşür. İmkan düşəndə bax, belə istifadə edir, mənim uşağımı aparır prokurorluğa, özünü yaxın adam kimi, kirvə kimi. Orada təqdim edir, mənim uşağımı da orada təhvil verir ki, axşama buraxırsan. O axşam, bu axşam mənim uşağıma nə az, nə çox 14 il həbs cəzası verilir. Birbaşa işi aparan müstəntiq Aqil Əlizadə İlqaroğlu o qədər qərəzli işi xoşa gəlməz ittihamlarla mənim uşağımı aktını bağlayır, göndərir ağır cinayətə. Ağır cinayətə də sağ olsun, hakimlər elə bil heç nəyinə baxmırlar. Heç nəyin doğruluğunu sübut eləmədən, etmədən, axtarış eləmədən, düzgün işə baxmadan elə qüvvədə saxlayır 14 il. Bundan da veririk apellyasiya məhkəməsinə, apellyasiya məhkəməsi də olduğu kimi 14 il qüvvədə saxlayır, ta o qədər ki, bizim Zəfər müəllimlə danışıqlarımız var. Hər gün demək olar. Səs yazması, əlimdə disklər, sübut. Ali məhkəmədə mənlikdir, mən qutaracam. Ali məhkəməyə gələndə qaydırma deyir ki, bəsdir, indiyə qədər daha vaxt verib gözlədiyimiz. İndiyə qədər mən özüm yubadırdım, indiyə qədər söz mənim idi, artıq mən pensiya çıxıram. O uşağın orada sən get nə elirsən elə, mənim 5 qolum varsa, Azərbaycanda 5 qol varsa, onun üçün mənim qolumdur. Hər yana əlim çatır, qolum uzun, arxam güclü.
Bu adam istədiyini sifarişi verdi. İkinci oğlumun da Vita var idi. Vita götürmüşdü arendaya. Bakıya işləyir. Şəmkir-Bakı arası. Normal da gedirdi, gəlirdi. Qardaşının arxasından da gedirdi, gəlirdi. Bunun da bu Zəfər müəllimlə mən şikayət elədim 2022-ci ildə. Dəfələrlə şikayət eləmişəm. Dəfələrlə şikayət eləməyimə baxmayaraq heç bir əsassız cavab gəlməyib, göstəriş də göstərilməyib. Amma bu Zəfər müəllimlə bağlı şikayətimi göndərirlər yenə Şəmkir rayonu prokurorun üstünə. Orada getdi öz işçiləri, öz adamları, öz tanıdıqları. Orada da mənim şikayətim əsassız qaldı. Şikayətimə baxılmadı. Zəfər müəllim orada öz fikrini nə cür xoşuna gəlib, nə cür ona sərf eləyir, o cür fikirləri söyləyir. Oradan o elə bil bu bütün olmamış kimi mən yalan danışıram. Zəfər müəllim nə deyib, düz eləyib, özdə Zəfər müəllimin əli yoxdur, xəbəri yoxdur bizdən. Hansı ki, məndə yenə deyirəm, disklərlə, səs yazmalar, hamısı sübutu əlimdə var. Bu böyük oğlum nəyə görə tutuldu? Bu oğlumla hara lazımdır, cüt gedirdik, görüşürdük Zəfər müəllimlə. Zəfər müəllim vaxt uzadırdı. Əlimdə telefonun da faktı var. Bir gün getdik, Padantarda işləyən zamanı sonuncu illərdə pensiya çıxan ərifələrdir. Gəncədən gəlmişdi Padantarda, orada işləyirdi. Yenə də bu narkotiklə bağlı orada işləyirdi. Gəldik, orada çağırdıq. Görüntü də var, telefonumda çəkilişi də var. Müəllim, hamısı sübutla danışıram. Bəs mənim oğlum orada təkid elədi ki, bəs müəllim, belə olmaz da bir cavan oğlanın həyatına 14 il nə deməkdir? Bunu Allah götürməz, bu boyda vicdansızlıq. Orada hələ görünüş də var, mən özüm götürüb çəkmişəm, baxmayaraq anayam, həyəcanlı olmuşam o momenti, amma çəkmişəm, telefona çəkmişəm, əlimizdə faktlar var, oğlumu da vurur ki, səni də onun yanına göndərərəm. Arası 3-4 ay çəkmədi. Çöldə maşın saxladığı yerdə, Bakıdan gəlib oğlum, gecə də maşın xarab olub, qapıda çöldə saxladığı yerdə polis işçiləri gəlir, səhər saat 10-11 radələrində maşını götürürlər, oğlumu da aparırlar, bəs maşın yoxlanılmalıdır. Oğlumu aparırlar addelini bir içəri, maşın qalır çöldə. 2-3 saatdan sonra deyirlər, gəlin maşına baxış keçirəcək. Baxırlar ki, maşın içindən bilmirəm 2 qram nə qədər narkotik çıxır. O 2 qramı da özləri öz aralarında nə cür düzür qoşurlar, 9 qrama yaxın narkotik hazırlayıb qoyurlar ki, küllü miqdarda. Bu vəsaitlə mənim oğlumu da bu halına, üzünə duranı yox, alanı yox, satanı yox. Bu işin içində elə bir adam çıxdı, mənim uşağımı da tanıyan çoxdur. Bütün xahiş edirəm, bu dəqiqədə mənim uşağımı nəzarətə götürsün, yoxlansın, görək. Narkotik deyiləndən mənim oğlumun qanında, canından zərrə qədər tapılsa, mən anada hazıram, mənə də cinayət açsınlar. Yəni, xahiş edirəm, diqqətlə baxılsın bizim bu işə. 7 ildə hara lazımdır yazmışıq, telegram vasitəsilə, məktublar vasitəsilə. Vəkillər tutmuşuq, neçə dənə vəkillər bizi aldadıb. Pulumuzu alıb, boş ayağında qalmışıq, boşlu qalmışıq banklara. Evimi satıb, 2 oğlumun evi olub. O xəstə oğlumun evini satdıq ki, saxlamaq mümkündür, ailəmiz pis gündə, pis vəziyyətdə, uşaq 14 illə türmədə. O da getdi, yəni aldandıq, bilmirəm, burada da bəlkə Zəfər Abiyevin əli var. Kimlər gedir, kimin adını çəkirəm, gedir onun yanında, onu görür. Tapan kimi mənim işim alt üstü olur, qalır, heç bir cavab gəlmir, işə baxılmır. Bugünə qədər biz yollarda qalmışıq, əziyyət çəkirik, balalarım hal-hazırda cəza çəkmədə cəza çəkir. 14 il şalan oğlumun çox pis deyərəm ki, heç cürə toparaya bilmir ki, 14 il buna eşidirik, görürük. İş cəza eləyənlər, nətər deyimi, bu təqsirli insanlar zamanında, vaxtında bizim rayonda da Aslan Aslanovun at oynadan vaxtında bir dənə ölüm iş oldu. Mən maraqlanıram uşağımın işi ilə bağlı, o da ömürlükdən baxıblar, o uşağı ömürlükdən çıxardıblar. Burada da mənim uşağımın ailəsində ölüm yox, ağır travma yox, baş kəsilməyib, göz çıxmayıb, qol kəsilməyib. Yüngül xəsarət, az-ağır ailə münaqişəsi. Bunun arxasında duran Zəfər Abiyevdir. İkili oyun oynayıb. Bizdə deyilməlikdir. Mən qutarıram, arxada da onların arxasında durdu. Birbaşa Azər Hətəmovun göstərişi ilə mənim oğluma 14 il cəza kəsilir. Bu işdə yəni istintaq dövrü var.
birinci instansiya Hə, 4 ay ağır olma- cinayətlər məhkəməsi, sonra apellyasiya məhkəməsi. Deyirsiniz vəkillərə də müəyyən qədər pul vermisiniz. Həmin vaxtlarda vəkillər heç iş görməyirlər. Heç bir- Eyni vəkillər olunmur. Yəni Yox, mənim təkidimlə vəkillərin ikisini Zəfər Abiyev öz tutub ki, mən vəkil tuturam, bizlikdir, sən narahat olma, işimizi elə görüb qutaracaq, uzağı istintaq dövrünə qədər sənin oğlun həbsdə qalacaq, ondan sonra məni mən çıxardıram. Dəfələrlə bu söhbət, hər gündə bizi tanıyan da bilir ki, Gəncə regional narkotiklə bağlı idarədə hər gün yoldaşım, mən, böyük oğlum, biz hər gün elə olur 2 dəfə onun qəbulunda olmuşuq, onun idarəsində oturmuşuq. Saatlarla hamıya da bildiriş verib kirvəmdir, mənlikdir, mən qutaram, mən çıxardıram. 2 dənə də vəkillər tutur, heç bir vəkil köməklik eləmir bizə. Öz qüvvəsində necə ki, başdan mənim uşağımın işini aparan müstəntiq nə formada qərəzli işi aparır, iddia aktı bağlayır, o formada da qalır. Üzdə bizə deyir, mən qutarıram, inandırır bizi. Arxada öz bildiklərindən. Ağır cinayətdə 14 il qaldı. Sonra verdik işi apellyasiya. Apellyasiya verəndə mən məcburiyyən qaldım. Ayrı özüm vəkil tutdum. Zabil Qəhrəmanov. Mən ona güvənirdim, inanırdım, yaxşı da vəkil idi, işimizə də yaxşı yanaşmışdı, yaxşı da aparırdı. Özü də çox prinsipal aparırdı, nə formada ki, düzgünlüyü tələb eləyən insan idi, vəkil idi. O dedi, görək, bunlar nə qədər yatıb, nə qədər ağır zərbə alıb ki, bu uşağa 14 il. Cəmaət adam öldürür, verirlər 7 il, 8 il, 10 il. Bu uşaq neyinib, sağ salamat gözümüzün qabağında dura. Məhkəməyə gəlirlər, gedirlər normal, heç bir ağır. Yoxlama aparıldı, bunların yatıqları yerə getdilər. Yalandan oradan kağız veriblər ki, güya yüngül xəsarət, qaynanəsidir, qızın anası. Az ağır yoldaşındadır. Götürüb orada da tərs yazıblar. Az ağır güya 8 gün yatıb. Yüngül xəsarət 11 gün yatıb. Güya bizə kağız, amma hansı ki mən araşdırma ilə öz yaşadığımız Kür qəsəbə bölməsində kağız var. Onlar oradan buraxıldığı. Bircə gün orada yatırlar. Kağız da əlimdədir. Bax, polis idarəsindən almışam. Bircə günlüyünə gəlir, bircə gün orada yatırlar, çıxırlar. Heç balinsiyədə qayıtmırlar, yatmırlar. Bir ay çəymir, öz işlərini davam edirlər. Faktlar əlimizdə olurlar. Bax, bizim nə gecəmiz var, nə gündüzümüz müəllim. Nə yerə sığır, nə göyə. 7 ildə yazmadığım yer qalmıyor. Telegramlar, məktublar cavabsız qalır. Niyə? Mən 100% inanıram, Ramiz Mehdiyevə ki, güvənən insanların biri də elə bu Abiyev qardaşları olub. 100% mən ona əminəm. Bu yuxarıda olan adamlara mı deyim, güvənərək deyirdi ki, mənim heç kim bir sözümü iki eləyə bilməz. Bizim sözümüz keçərlidir, ötərlidir. Bugünə qədər haralara səs salmışıq, telegram vurmuşuq, məktublar göndərmişik, çəkilişdə də olmuşam. Bizi nəzərə alan olmur, işimizə baxan olmur. Xahiş edirəm bir ana kimi. bu məsələ ilə bağlı dediniz ki, müəyyən qədər pullar vermişsiniz. O pulları kimə? Pulları da belə vermişik. Birinci, bu Zəfər Abiyev qayıtdı bu ağır cinayətdə ki, mənim oğluma ki, 14 il oxunandan sonra biz çox təkid elədik ki, bəs sən nətər iş görürsən, nətər apardın uşağı, prokurorluğa təhvil verdin ki, mənlikdir, mən çıxardıram, aləm münaqişəsidir, ölüm yox, itim yox, ağır zərbə yox, travma yox, mən varam, uşağın axşam evində olacaq. Bu söhbətlə düz 4 ay istintaq devrində qaldı olduğu kimi, sonra da ağır cinayətdə də iş nə qədər müddətə çəkdi, heç bir işə baxılmadı, düzgün tövsiyə olunmadı, oğlum çox irad elədi, oğlum çox təkid elədi ki, məni dinləyin, sübutlar gətirək ortalığa ki, nə olub ki, mənə 14 il cəza ilə baxılmadı, olmamış kimi nə cür hakimlərin əlinə qərəzli formada müstəntiq aktı verib, oğlumun işinlə bağlı iddia ərizəsi. O formada da qaldı, təsdiqləndi. Sonra Zəfər Abiyev qayıtdı, dedi ki, belə eləyək də, o anası gil deyir ki, 25.000 pul verin, biz razılıq verək, ərzəmizi götürək, şikayət ərzəmizi götürək. Dedi ki, belə eləyək də, 20.000 sən ver, gedim mən ondan razılıq ərzəsini alaq, bəlkə uşaq belə daha tez çıxar. Deyəndə dedim ki, valla 25'ə mənim gücüm çatmır, borc, xərc, banka girmək, qohumdan, tanışdan, bilişdə
Qapıda da maşınımız da var idi. Satdıq, 20 düzəltdik, verdik. Dedi, özü mənə Gülbəyim deyirdi, Gülbəyim deyə bilmirdi. Deyirdi, Gülbəyim bacı, mən bir kirvə kimi gedib orada da o sözümü deyəcəm ki, 1500 manatını öz cibimdən mən qoyuram kirvə kimi. 18.500'ü də Gülbəniz xanım verib. Şikayət götürülsün, arada münaqişə yaranmasın, yəni Elnarın buraxılması üçün. Dedim, siz arada varsınız, siz mənə inandırırsınız, vədlər verirsiniz. Bir ailənin üzvü kimi, bir kirvə kimi sizə inanıram, güvənim. Nə tək uşağımı apardım, prokurorluğa təhvil verdim ki, sinənə döydün, dedin, mənlikdir, mən çıxardıram. Mənlikdir, narahat olma. Elə də mən getmədim ora. Çünki mən gedəndə arvad hər dəfə bizi şantaj eləyir. Ağzına gələn, xoşa gəlməz. Yeri gəldə belə söyüşlə, baxmayaraq müəllimi olub, amma söyüşlərini, təhqirlərlə bizə mən dedim, Zəfər müəllim, sizə inanıram. Evimdə gəldi, yoldaşımla bir yerdə pul verdik buna, getdi onlara. Oradan mazən gəldi ki, gəlmişəm buradayım, Gülbəyim. Dedim, olsun da söhbətin elə. Hə, gəlmişəm, narahat olma, sözümü elif gələcəm. Gözlədik, bir də gördük, bu gəldi. Gələndə dedi, Gülbəyim, pula yaxın durmadı. Dedim, niyə? Dedi ki, deyir ki, mən bu pulun müqabilində Gülbəyiniz mənə deyəcək ki, mənim uşağım bir gündə yatmasın. Daha tutalım bu pul, elə olsun ki, bu xalqın uşağı çıxsın. Qayıdıb onda deyib ki, o sənlikdir, mənlikdir. Orada. Dəfələrlə mənim gəlinim o söz işlədir ki, bizə dedi ki, hə, sizlik deyil. Siz eləcə bir dənə kağızı verərsiniz, barışıq ərzəsi. Qalan iş mənlikdir. Mən də gəlinə soruşdum ki, nətər, bəs məndən pul aldı, apardı. Pul deyir, mən pul uzatıb biz görmədik. Hə, gəldi bizim yanımızdan da sizə zəng elədi, dedi ki, gəlmişik buradayıq. Amma pulza söhbət olmadı, bizə çıxartmadı, göstərmədi. Eləcə dedi ki, bir dənə ərzəni yazın verin, barışıq ərzəsi. Ona da biz razı qalmadıq ki, ən azından dediyimiz məbləğ gəlsin, çatsın. Bəs mən deyirəm, mən vermişəm, göndərmişəm. O da anlaşdı ki, bizə gəlib pul göstərilmir. Sonra danışıqlar var, həmən o diskdə də var, səs yazması da var. Deyir ki, nətər Gülbəyim, bəs onların vəkilinə də o söhbət oldu. Mən dedim ki, belə-belə 20.000 pul aparmışam, 1500'ü kirvə kimi mən cibimə qoymuşam, 18.500'ə Gülbəniz xanım verir. Nətər bu danılar? Nəysə gəldi, dedi ki, belə-belə almır, heç almasın, alan günü də olmasın. Qabaqda ali məhkəmə var, apellyasiya var, hələ kirvə kimi də artıq istəyəcəklər, öz cibimdən qoyacam. Söhbət də belə qaldı, belə qutardı. O pul kimdə qaldı? Zəfər Abiyevdə. Sonradan istəmədiniz, tələb eləmişəm. İstəmişəm, tələb eləmişəm, şikayət eləmişəm, prokurorluğa vermişəm. Öz də xahiş elədim, prokurorluğa yazanda Bakıya. Dedim ki, bu işə Bakı baxsın da, ora qayıtmaz. Çünki onun sözü ötkündür. Mənim kimsin sözü qalır qıraqda. Yenə də mənim şikayətimlə bağlı Zəfər müəllim getdi ora, Şəmkir rayon prokuroruna. Orada bir ayrı müstəntiq, Nicat adlı bir müstəntiq sırf da mənim sözümə inandı. Səs yazmasını da qoydu. Dedi, nətər belə şey, bu adam, fakt bu adam pul alıbsa, nətər. Sonra o qayıdır orada deyir ki, mən pul bankdan pul götürüb vermişəm. Deyirəm, verirsən. Subutunu göstər, çekin göstər. Deyirəm, belə vermişəm, danışığını ver. Düzmü deyirəm, müəllim? Orada da əsassız qalır. Deyir ki, mən banka girim, onlara pul vermişəm, amma ortada bir fakt yoxdur. Deyə bilmir ki, nə ilənsə sübut eləsin ki, bu pul bizə çatıb. Amma mənim pulumu verəcək danışıqlarım, əlimlə verdiyim pul, faktımız var. Sonra dediniz, vəkillərə müəyyən qədər pul verirsiniz. Bir neçə vəkillər uşağımla işinlə bağlı, əlim yerdən göyə qalanda, üzüləndə, ağır, apellyasiyada da öz qüvvəsində qaldı, keçdi ali məhkəməyə. Ali məhkəmədə də bir müddət vaxtını da uzatdı Zəfər Abiyev. Elə bir vaxt qoymuşlar, məsəl üçün tutalım ki, oktyabr ayına. Bu bizim başımıza vaxtı niyə uzadır? Başımızı qatmaq üçün inandırıcı söhbətlərini. Sən demirəm, bu şeyə çıxırmış, pensiya. Pensiya çıxacaq. 3 ay vaxtı niyə uzadır? Biz də başa düşmürük. Pandatlardan o xəstəliklə bağlı həm pensiya gedir, həm də göz istədiyi adamdır, neçəli iş adamdır, pensiya vaxt çatır. Bizim vaxtı niyə uzadır? Ali məhkəmədə də vaxtı uzadır. Orada kağız oğlumun dilindən nərzazat yazdıq, dayandırdıq 3 ay müddətini. Elə ki 3 ay tamam olub məhkəmənin vaxtında dedik, get hara eşki, bax danışıqlar telefonumda da var, səs yazmasında da var. Get, heç kimdən qorxacaq yerim yoxdur. Mən orada deyirəm ki, mənə borcum var, pulum var.
Niyə vermirsən? Mənim filan yerdə torpağım var, get sat. Mənə belə göstəriş verir. Deyirəm, mən sənin torpağını necə sata bilərəm? Nəyini nətər sata bilərəm? Orada mənə çoxlu danışıqlar verir. 18 minlik gəvələrim var, nə bilim qızıllarım var, nə bilim nələrim var. Nəyin xatirinə olur olsun, satışa qoyacam, sənin uşağını qutaracam. Hələ qutaracaq, bu qutaracaq. Gedir, bu ali məhkəmə ərəfəsində 15 saylı türməyə də gedir. Cəza çəkmə müəssisəsinə gedir, girir. Orada gedir, oğlumu da görür. Oğlumla görüşə də çıxır. Orada bir blok oğluma siqaret alır. Oradan içəridə kimləri tanıyırsa, nə tapşırıq verirsə, ən yararlı yerim də budur. Qoy bunu da çatdırım. O gündən bu günə mənim oğlumun içəridə neçə ildə, artıq 5 ildən çoxdur ki, orada fakt cəza çəkir, 15 saylı cəza çəkmir. Mənim oğlumun xarakteristikası düzgün yazılmır. Normal yazılmır. Orada nə cür göstəriş verilirsə, islah olunmayan tustaq kimi. Mənim oğlum gəlsin, araşdırma aparsınlar. Xahiş edirəm, gəlsin, yoxlansın. Dərindən, dəqiqdən, 5 ildən artıq da oğlum orada cəza çəkir. Oğlumun bir dənə karşı yox, narşöniyası yox. Oğlum ancaq bir-iki dəfə təkid edib işinlə bağlı. Yerli rəisdən heç kimdən narazılıq yoxdur. Ancaq işinlə bağlı istəyib ki, aclıq aksiyası edib 2 dəfə oğlum. Birində 40 gün içərdən heç bir yerə xəbərdarlıq vermirlər. Ölüm ayağında mən ana məcburən gedib uşağımı ayaq üstə qaldırmışam. Yenə borca xərcə girib o uşağı ölümdən qurtarmışam. Anayam, bir ana kimi. Belə ki, nəzarət yoxdur. Düzgün deyim, qaydaya riayət eləyən yoxdur. Bax, belə şeylərdən çox narahatam. Bəs istintaq dövründə, məhkəmə dövründə oğlunuza hər hansı bir təzyiq, indi sonradan Bəli, görürsünüz? Gəncədə olan vaxtı, o 4 ay istintaq devrində oğluma güclü təzyiqlər, döyüşlər, şəkillər əlimdə. Oğlumu güclü döyürlər. Oğlum 4 ay qandalda, ayaqlarında qandal, ayağında qandal. Əlində, ayağında 4 ay. Nə devri? 4 ay, istintaq devrində. Gəncə 2 saylı cəza çəkib. Bax, oğlum 4 ay qandallar içində. Ondan xəbərimiz olmuyor. Niyə? Biz görə bilmirdik uşağı, göstərmirdilər. Ancaq məhkəmə vaxtı biz başladıq. Zorla ki, bəs qarşı tərəfin razılıq olmasa biz sizi görüşə buraxamarıq. Təzdən Zəfər müəllimin adından gəlib orada tapşırıq verir. Biz uşağı görüşə alırdıq, görüşə çıxırdıq. Çıxanda görürdüm. Qandalın izi iz salıb, oğlumun biləklərində əməli başlı kəsib. Oğlum pis gündə, pis vəziyyətdə. Orada oğlum 3 dəfə aclıq eləyir ki, tələb eləyirəm. Çağırdın, xəbərdarlıq eləyir, qoy gəlsin görək, mən hansı bir ağır cəzanı törətmişəm ki, mənə 14 ən ağır, ölümlə bağlı ağır maddə qoyulur. 29 qabaqdır, arxası 120, elə bil ölüm. Ədalətsiz hökm verilib oğluma. Ölüm işi. Elə bir 2 nəfər öldürüb 14 il iş alıb. Mən bir də onu demək istəyirəm ki, mənim bu 14 il oğluma oxunan hökmün cəzası nə vaxt olmalıydı? Oğlumu ki, təzyiq altında, oğluma ki, təzyiq göstərərək, oğluma ki, üzünə adam qoyur, deyir ki, mən bunu belə eləyərəm. Oğlum ki, əl-ayağı hər şeydən üzülür, Allaha çağırır. Bir Allaha sığınır, maşından özünü atan momenti. Kaş elə o içərdəkiləri başda da elə Zəfər müəllim olmaq şərti ilə hamısı öləydi. Bugünkü günü içim rahat olardı bir ana kimi, ürəyim rahat yatardım ki, 14 il balama düşən həbsdir. Amma nə ölüm var, nə itim var, nə ağır travma var, nə ağır zərbə var. Ekspertin rəyində də verir ki, sağlamlığa zərər vurmayan, yüngül xəsarət az ağır, belə ədalətsiz, belə haqsızlıq heç harda yoxdur. 14 il bir cavan uşağımın, oğlumun həyatını məhv ediblər. Göstəriş kimisə, hansısa keçmiş sabiq məmur Zəfər Abiyevin göstərişi olub. Ki, mənim uşağımı birbaşa aparıb prokurorluğa təhvil verir. Biz onda başa düşməmişik. Başımıza gəlməyib, bu işlərdən halı döyülük. Bizim başımızı sığalaya. O acığa ki, mənim uşağım təmiz çıxıb, saf çıxıb, dəlil sübut olmadan balama 14 ili əlinə fürsət düşən kimi apardı, qoydurdu balama 14 ili. Xahiş edirəm, düzgün araşdırma ilə mənim uşağımın işinə baxılsın. Artıq dərəcədə xahiş edirəm.
Şəmkir rayonu Kür qəsəbə sakini Cəfərov Əbülfət Qəmətoğlu tərəfindən müraciət edirəm cənab İlham Əliyev yoldaşa, mənim oğlumun işinə düzgün baxılsın, düzgün araşdırılsın. Mənim oğlan, hər iki evladım Zəfər Abiyev tərəfindən tutulub. Nə təzyiqlər olubsa oğlumun döyülməyini, hətta əlimizdə sübutlarımız var. Bunların hamısını nəzərə alaraq xahiş edirəm, mənim oğlanlarıma köməkdarlıq edəsiniz. Mən 2-ci qrup əlir, Çernopol əliyəm, heç bir yerdə işləmirəm. Devlətimin mənə verdiyi pulla ailəmi zorla dolandırıram. 7 ildir mən bu yollarda pəsələng olmuşam, uşaqlarımın dalınca gəlib getməkdən xəstə adamam, dözmürəm. Xahiş edirəm, evdə xəstə nəvəm var, özüm açıq ürək əməliyyatı olmuşam. Yoldaşım şəkər xəstəsidir, xahiş edirəm, bizə köməkdarlıq edəsiniz.